Salam, hər vaxtınız xeyir. Bugün DİM test toplusundan kompüter şəbəkələri və internet mövzusunun test izahını verəcəm. Baxaq birinci suala. Deyir ki, bu elektron poçt ünvanında domen adını müəyyən edin. Burada heç nə bilməsək belə, heç məlumatımız olmasındakı nədir? Burada Xəzəroğlu, Xəzər Əzizoğlu 917 istifadəçi adıdır, bir bütündür. Yəni mən burada Xəzəri ayrı, nə bilim, Xəzəroğlu, Xəzər Əzizoğlu 917-ni ayrı götürə bilmərəm. C-Y getdi, D də həmçinin getdi. Burada domen adı gmail.com-dur. Bu isə istifadəçi adıdır. Bir oldu A variantı. İkinci testdə bizdən simsiz şəbəkə texnologiyalarını müəyyən edin deyir. Burada var Ethernet. Ethernet nədir? Ethernet cihazları kabel vasitəsilə şəbəkəyə qoşulma texnologiyasıdır. Yəni, məsəl üçün, kompüteri internet kabeli ilə routerə qoşulur. Tutaq ki, bu simsiz deyil. VMAX bəli simsizdir. Bir də burada Bluetooth simsizdir. 2-4. 3-5 nəyə görə olmur? Provider bizi internetlə təmin edən, internet xidmətini verən şirkətdir, qurumdur. Tutaq ki, məsələn, Aztelekom var, Baktelekom var, Saz var. Bunlar providerdir. Sonra 3 ona görə olmur. Radio siqnal isə informasiyanın radio dalğalarla ötürülməyidir. Tutaq ki, mobil rabitə ola bilər, simsiz sistemlər ola bilər, amma simsiz şəbəkədə indi biz artıq radio siqnalı götürmürük. Yaxşımı? Çünki söhbət burada şəbəkə texnologiyalarından gedir. Burada oldu 2-4 D variantı. Üçüncü suala baxırıq. Deyir, internet xidməti deyil. Burada internet xidməti olmayan PEC kanalıdır. PEC kanalıdır. PEC kanalı bir rabitə vasitəsidir, əlaqə vasitəsidir. Bu internet xidməti deyil. Usenet misal üçün bu forumdur. Müzakirə forumlardır. Nə bilim, hər hansı bir məlumat almaq, məlumat paylaşmaq üçün istifadə olunmuş forumdur. Elektron poçt e-maillərin göndərilməsi və qəbul edilməsidir. Burada IRC var, Internet Real Chat, bu chat proqramıdır. www-da ümumdünya hörümçək torudur. Yəni, bunların hamısı internet xidmətidir. Ancaq PEC kanalı internet xidməti sayılmır. 4-də deyir ki, IP ünvanı ola bilməz. IP ünvanları 1-dən 255 arası, 1 və 255-in öz daxil olmaqla qiymət ala bilərlər. Ancaq 255-dən yuxarı qiymət olmaz. Burada 256 veriblər. Ona görə də C variantı səhvdir. C variantı IP ünvanı ola bilməz. 5. Burada deyir ki, elektron poçt ünvanında istifadəçi adını müəyyən edin. Dedik ki, istifadəçi adı @ işarəsindən əvvəl gələndir. Info. Burada istifadəçi adı infodur. 6. Şəbəkə kartının funksiyası nədir? Adı üstündə şəbəkə kartı kompüteri kabel şəbəkəsinə qoşmaq üçün istifadə olunur. 6 olacaq B variantı. Axtarış sistemlərində relevantlıq nədir? Relevantlıq bizim axtardığımız informasiya ilə tapılan informasiyanın üstə düşməyidir. Deməli, B variantına baxaq. Deyir ki, istifadə olunmuş açar sözlər, xülasələr, domenlərin ünvanlarının ibarət bölünən avtomatik yaradılması deyil. Bu əlaqəsi yoxdur. Sonra C variantına deyir ki, açar sözlərə görə axtarış aparılaraq tapılan səhifələrin sistemə verilməsi əlaqəsi yoxdur. A variantına baxaq. Tapılan informasiyanın axtarış meyarına uyğunluq dərəcəsidir. Yəni, bizim axtardığımız informasiya ilə tapılan informasiyanın üstə düşməsidir. 8-ci sualda deyir ki, bu hissələri birləşdirərək IP ünvanı düzəltməliyik. Burada nəyə bilməliyik? Birinci bilməli olduğumuz qayda odur ki, deməli, nöqtə işarəsinə əvvəldən də ki, sonra da gələ bilməz. Nöqtələr mütləq ədədlərin ortasına yazılmalıdır. Bu birinci bilməli olduğumuz şey. İkinci isə, bu deməli, hissələri birləşdirəndə 255-dən böyük ədəd almamalıyıq. Məsələn, elə bəri başdan baxaq, tutaq ki, deyirəm. Biz A ilə D-ni ard-arda yaza bilərik. Yaza bilmərik. Nəyə görə? Çünki A ilə D-ni ard-arda yazsam 6420 alınır. Ortalarında deməli, nöqtə də yoxdur. Deməli, A ilə D yanaşı gəlməyəcək. Elə bəri başdan belə çıxır ki, C variantı gedir, D variantı gedir. Sonra, sözsüz ki, A ilə başlaya bilməz, nöqtə ilə başlaya bilməz dedik. Məsələn, biz nəyə birləşdirə bilmərik başqa? Tutaq ki, biz C ilə B-ni, belə CB gəlməz. Nəyə görə gəlməz? Çünki mən C-nin sonuna B-ni gətirib yazanda belə olur. 3.133, bu 3 gəlir bura, nöqtə 13. Axı 1333 alına bilməz. Ona görə C ilə B yanaşı gələ bilməz. Baxıram ki, elə variant C ilə B-nin yanaşı gəldiyi variant yoxdur. Sonra, birinci nəyə yaza bilərik? Birinci yaza bilərik, burada baxıram, birinci yaza bilərik D-ni. A-nı yaza bilmirik. B-ni yazsam, B-nin sonuna nə qoyacam? B-nin sonuna D-ni yaza bilmirəm. B-nin sonuna D-ni qoysam, yəni B-dən sonra D-ni yazsam, olur burada 1320 alınmaz. B-nin sonuna C-ni qoya bilmədim. Onda belə çıxır ki, eyni zamanda C ilə də başlasam, sonuna nə A-nı qoya bilirəm, yenə nə B-ni qoya bilirəm, nə D-ni qoya bilirəm.
Deməli, onda belə çıxır ki, ancaq başlaya bilər D ilə. 20 ilə başlayar. Sonra bunun sonuna nə qoya bilərəm? Bunun sonuna qoya bilərəm. Niyə C-ni qoya bilmərəm? Dedik ki, çünki C-dən sonra ya A gəlməlidir, ya B gəlməlidir. D-dən sonraya qoya bilərəm B-ni. Olar 20, dalınca 3 gələr, 3. Sonra nöqtə 13. Aha, bunu ilə birləşdirə bilərəm. Nöqtə 13. Bunu da birləşdirə bilərəm mən A ilə. A ilə yoxsa C ilə birləşdirərəm. C ilə birləşdirərəm. B-dən sonra C gələ bilər, amma C-dən sonra dedik ki, B gələ bilməz. Onda belə olacaq. 133.133.64. Deməli, birinci D-ni qoyduq. Sonra B-ni qoyduq. Sonra nəyə qoyduq biz? Deməli, 3.133'ü qoyduq. C-ni qoyduq. Sonra da 64'ü qoyduq. D, B, C, A oldu B variantı. Deməli, 9-cu sualda bizdən istəyir səhvləri. Baxırıq 1-ə. Deyir ki, IP ünvanı kodlaşdırmaq üçün 64 bit lazımdır. Yox. Dedik ki, IP ünvanı 4 hissədən ibarət olur və hər hissə 1 baytdır. 1 bayt və yaxud da hər hissə 1 baytsa ümumi 4 bayt eləyir. 4 baytda bitə keçirmək üçün 4 vur 8 eləyir 32 bit. Yəni IP ünvanı kodlaşdırmaq üçün bizə 32 bit lazımdır. Bir səhvdir. URL ünvanı internet resurslarının rəsmi yerini müəyyən edir, düzdür. Biz URL ünvanı linkdir də, bildiyimiz linklərdə tıklayan kimi nəyə ki bizə göndəriblər, nəyə ki baxmaq istəyirik, nəyə ki daxil olmaq istəyirik, birbaşa onun yerinə, rəsmi yerinə aparır bizə. 2 düzdür. IP ünvanına misal olaraq bunu göstərmək olarmı? Olmaz. Çünki dedik ki, 255-dən yuxarı qiymət almaz. 3 səhvdir. D. Kanadanın domen adı yoxdur. Deməli, Almaniyanın domen adıdır. 4 də səhvdir. 1, 3, 4 Y variantı. Protokol, bəli, kompüterlər arasında informasiya mübadiləsini nizamlayan qaydalar toplusudur. Qaydalar standartlar toplusudur. Hosting nədir? Saytların internetdə yerləşdirilməsi xidmətidir. Hər testi yazanda mütləq özünüz də doğru olanları, düz olanları oxuyun ki, elə oxuyun yadda qalsın. Elə bunun özü də əslində mövzunu təkrarlamaq, mövzuda yadınızdan çıxan, nə bilim, oxumadığınız şeyləri öyrənmək deməkdir. 10-cu sual. Doğruları istəyir bizdən. Deyir ki, ekran poç ünvanında istənilən simvoldan istifadə oluna bilər. İstənilən simvoldan məsəl üçün nida qoya bilirikmi? Yox. Nə bilim, sual işarəsi qoya bilirik? Yox. Nöqtəyə icazə verirlər, altdan xətə icazə verirlər. Bu bir getdi. Router aktiv şəbəkə avadanlığıdır, bəli. Simsiz bağlantı zamanı yalnız radio siqnallar deyil. Burada lazer siqnallar ola bilər, optik siqnallar ola bilər. 3 səhvdir. IP ünvanlar 32 bitlik düzdür. İkili kodlarladır. Bu HTTP internet xidməti deyil, internet protokoldur. Hipermətnlərin transmissiyasını göndərmək üçün deməli protokoldur. 5 də deməli oldu səhv. İnternet xidməti yox, protokoldur. Oldu 2, 4 Y variantı. Baxırıq 11-ci suala. Deməli, videonu burada saxlayırsınız. Bu düsturları qeyd edirsiniz dəftərə mütləq. Bunlar çoxluqlara aid olan düsturlardır. Biz demişik ki, OR birləşmədir, AND isə kəsişmədir. Niyə bu düsturlar bizə lazımdır? Əgər mənə, misal üçün, orla versə, tutaq ki, 2 dənə elementin sorğunu orla verib. Deməli, onda, bax, əgər kəsişmə də verilibsə, kəsişmə də varsa, biz bu düsturdan istifadə edəcəyik. Yox, kəsişmə yoxdursa, bu düsturdan gedəcəyik. Deməli, burada məsələ nədir? Bizə verilənlər, tutaq ki, ayrı-ayrı elementlərin sayı verilib, məsələn. Və yaxud da ki, elementlərdən birinin özünün sayı verilib, onların oru verilib, yəni birləşməsi, bir də onların kəsişməsi verilib, AND verilib. Məndən məlum olmayan, sayı məlum olmayan digər elementi istəyir. Mənə verilənləri aparıb bu düsturda yerinə qoyacağam, tənlik həll eləyib, axtarılanı tapacağıq. Necə eləyəcək? Elə baxaq 11-ci suala. Baxaq. Bizə qaval olsun A, qavala A deyək. Qoşun ağaraya da B deyək. Qoşun ağara. Qoşun ağara. Bu da olsun B. Baxaq görə bizə nə veriblər? Mənə veriblər qaval, or, qoşun ağar. Dedik ki, or birləşmədir. Yəni mənə nə veriblər? Veriblər N, A, birləşmə, B. Nə qədərdir? 265. Sonra mənə qaval, AND qoşun ağara veriblər. Yəni AND nədir? A ilə B-nin kəsişməsi. Bu da 3-dür. Bir də mənə tək qoşun ağaranı veriblər. Qoşun ağara bizdə B-dir. Yəni N, B-ni veriblər. B-nin sayı, B çoxluğun elementlərinin sayı. Bu da 93-dür. Mən də baxıram ki, kəsişmə də var. Ona görə mən bu düsturu istifadə edəcəm. Hər şey aparıb yerinə qoyuram. N, A birləşmə B 265-dir. Deməli, bax bu düsturda bunun yerinə yazıram 265. Bərabərdir. N, A məndə yoxdur. N, A olduğu kimi qalır. N, B-nin qiymətini veriblər bizə. Deməli, 93. Çıxılsın. N, A ilə B-nin kəsişməsində veriblər. Kəsişməni də veriblər nə burada? 3. Burada səhv yazmışam. Bu 3-dür.
Kəsişmədi burada. Həll edirik. 265 bərabərdir n-a. 93-dən 3 çıxanda oldu 90. N-anı tapmaq üçün 265-dən çıxırıq 90-ı, qalır 175. Deməli, A-mız qaval imiş. Qaval sorğusu üzrə çıxacaq 175. 11 oldu D variantı. Deməli, bizə verilən sorğularda əgər axtardığımız elementin sayı, elementlərin çoxdursa, 2-dən artıqdırsa, düstur yerinə Eyler-Venn diaqramını qurmaq daha sərf eləyir. Burada 3 dənə var. Aşıq musiqisi, muğam, bir də opera. Bunlar üçün ayrı-ayrı dairələr götürdük, Venn diaqramımızı qururuq. Və diqqətli oluruq, burada da əyani görünür Venn diaqramı quranda. Dedik ki, ənd kəsişmədir, or birləşmədir. Mən asandan başlayacağım, buradan başlayacağım. Burada deyir ki, mənə aşıq musiqisi, ənd opera. Aşıq musiqisi, ənd opera nə deməkdir? Aşıq musiqisi, ənd opera, aşıqla operanın kəsişməyi deməkdir də. Deməli, aşıq musiqisi ilə operanın kəsişdiyi hissə harada? Sırf aşıq və opera. Aşıqla operanın kəsişdiyi hissə burada. Düzdür? Deyir ki, aşıq and opera 258-dir. Bura 258-dir. Sonra mənə deyir ki, 3-cü hissəyə baxıram. Aşıq musiqisi and opera and muğam. Aşıq musiqisi and opera and muğam bu üçündə kəsişdiyi yer deməkdir. Aşığın, operanın, muğamın içində kəsişdiyi yer haradır? Burada. Deyir ki, buranın da qiyməti 25-dir. İndi baxaq bura. Deyir ki, aşıq musiqisi and mötərizə opera, or, muğam. Opera, or, muğam nə deməkdir? Opera, or, muğam, opera və muğamın birləşməyi deməkdir. Düzdür? Deməli, opera və muğamın birləşdiyi hissə nə olacaq? Opera və muğamın birləşdiyi hissə birinci oranı tapırıq. Bura olacaq, elə deyil. Buranın hamısı, bu çevrənin içi, bu çevrənin içi. Və bir də bu hissə opera və muğamın birləşdiyi hissə olacaq, or hissəsi olacaq. Deyir ki, sonra and aşıq musiqisi. Yəni bu birləşmənin aşıq musiqisi ilə kəsişdiyi hissəni istəyir. Bu birləşmənin aşıq musiqisi ilə kəsişdiyi hissə haradır? Burada da elə deyil, bu sərhəd və bura. Bu hissədir, düzdür? Mən də bu hissədən, bunu belə qırmızı ilə yazaq, ya da qara ilə yazım. Bax, bu hissədə mənə lazım olan bu hissədir. Lobiyə oxşayan yer. Bu hissənin də deyir ki, mənə qiymətini ümumi 338-dir bura. Bax, bu hissə ümumi 338-dir. Bizə də bura var, ümumi var. Buranı tapmaq qalıb da. Bizdən aşıq musiqisi və muğamı istəyir. Aşıq musiqisi and muğam. Yəni, aşıqla muğamın kəsişdiyi yerdə elə buradır. Bu ikisi yazdığım yerdir bizdən istənilən. Deməli, mən onda 258 ilə 25-i toplayıram. 3, 8, deməli 2. Çıxırıq 338-dən. Aha, çıxırıq 338-dən. Qalır 5, 13-dən 8 çıxanda 5, 55. Deməli, aşıq musiqisi and muğam 55 dənəmiş. 12 oldu A variantı. 13-cü suala baxırıq. Bizdən artma ardıcılığı istəyir. Artma ardıcılığı nədir? Azdan çoxa doğru. Yadda saxlayırıq. Or nə qədər çoxdursa, deməli, alacağımız qiymət o qədər çoxdur. Alacağımız say o qədər çoxdur. And nə qədər çoxdursa, alacağımız qiymət bir o qədər azalır. Yəni, orlar çoxdursa, qiymət o qədər çoxdur. And çoxdursa, qiymət o qədər azdır. İndi baxıram, burada məndən artma dediyi üçün azdan çoxa doğru gedir. Harada çoxlu and var? Burada. Burada çoxlu and var. Deməli, ən az alacağımız cavab bu olacaq, C olacaq. Sonra harada and var? Burada. Ondan sonra B gəlir. Sonra baxıram, bir burada or var, bir burada or var. Hansında daha çox or varsa, o qiymət daha böyük olacaq. Baxıram, burada bir dənə or var deyə birinci bu gələcək. Və sonra ən çoxu qalır, yəni 2 dənə or olan A. C, B, D, A. C, B, D, A oldu C variantı. 14-də azalma ardıcılığı deyir. Azalma deyəndə də çoxdan aza doğru gedirik. Deməli, dedik ki, nə qədər çox or varsa, bir o qədər böyük nəticə alacaq. Onda belə çıxır ki, ən böyük olacaq A. Sonraki orlar B. Sonra yenə or var burada D. Və ən az cavab alacaq biz C-də. A, B, D, C oldu B variantı. 15-ci sualda deyir ki, verilmiş IP ünvanının onluq sayısını təsvir edin. Dedik ki, bunun bir dənəsi 1 bayt, yəni 8 bitdir. Bunu 8-8 ayırırıq. Üstünə 0, 1, 2, 3, 4 yazıb onluq ikilik sayı sistemindən onluğa keçiririk. Deməli, 1, 2, 3, 4, 5, 6, 7, 8, 3, 4, 5, 6, 7, 8. Bir dənə 1 var. Sonra görməliyik birdən. 1, 2, 3, 4, 5, 6, 7, 8.
Üstünə yazırıq 0, 1, 2, 3, 4, 5, 6, 7. Burada hamısı var. Nəsə yazıram yanında 0, 1, 2, 3, 4, 5, 6, 7. Aydın məsələdir ki, 7. Bura gəlib çıxmışsa bu bölmələrə, deməli biz artıq deməli say sistemlərində çevirmələri bilirik. Yenə də yazıram. Yenə 0, 1, 2, 3, 4, 5. Bu da olacaq 6, 7. Aydın məsələdir ki, 1-i vuracaq 2 üstü 7-yə. Yəni burada nə alacaq? 128 alacaq. Burada 1 vurulsun 2 üstü 7, yəni 128. Üstə gəl 1 vurulsun 2 üstü 0, yəni 1 var. 128 üstə gəl 1 də neçə eləyir? 129. Burada da hamısı var. 2 üstü 7-dən 2 üstü 0-a kimi. Aydın məsələdir ki, burada 7-dən olduğu üçün 128 üstə gəl 64, üstə gəl 32 və s. eləyəcək 255 toplayanda. Sonra burada hamısı 0-da, bir dənə bura baxıram. Bu da deməli 1 vurulsun 2 üstü 5-dir, yəni 32. Deməli alınan IP ünvanı oldu 128.229.255.32 B variantı. Yenə IP ünvanını bərpa edirik. Deməli burada nəyə baxırıq? Yenə nöqtələr əvvəldə, axırda olmaz və 255-dən böyük ədəd almamalıyıq. Baxaq nə olmaz. Məsələn, AB kombinasiyası olar heç. A ilə B-ni yaza bilərəm. A ilə, daha doğrusu B ilə A-nı yaza bilərəm. Məsələn, mən gətirib B-dən sonraya A-nı yazsam, 284 nöqtə nəsə alınır. 284 ala bilmərəm axı mən. 255-dən yuxarı olmaz. Deməli, BA olmaz. BA kombinasiyası harada varsa çıxırıq. Burada BA var, çıxdıq. Sonra başqa harada BA var. BA başqa şeydə yoxdur. Sonra biz bu BC-ni ardıcıl yaza bilərik. Bunları birləşsəm nə olacaq? 286 alınacaq. Axı 286 da olmaz. Dedik ki, 255-dən böyük olmaz. Deməli, BC kombinasiyası harada varsa çıxırıq. Burada BC var, çıxırıq. Burada BC var, çıxırıq. Sonra başqa nəyi birləşdirə bilmərik? Məsələn, A ilə C-ni yan-yana qoya bilərik. Mən A ilə C-ni birləşdirsəm, A ilə C-ni birləşdirsəm. Burada 213 ilə 6 yanaşı düşəcək, 2136 alınacaq. Axı AC deməli alınmır, 2136 ala bilmərik. A variantı getdi, qaldı Y variantı. Deməli, birinci gəlir 16, sonra gəlir C, 6.23, sonra gəlir A, 234 nöqtə, deməli, sonra da gəldi, deməli, 234.213.28. Bəli, hər şey qaydasında. 16 oldu Y variantı. 17-yə baxırıq. IP ünvanının onluq sayısındakı təsviri üçün bu qaydalar verilib. Görək hansıdır. Deyir ki, ilk və son ədədi 2 üstü 6-ya bərabərdir. 2 üstü 6-ya bərabər nə deməkdir? Bilirik ki, bunların hərəsi 8 bitdir. Yəni, biz 0-dan başlayıb nömrələyəndə nə olmalıdır? 7-yə qədər olmalıdır. Məsələn, artıq burada bilirik ki, bu 128-dir, 64-dür, 32-dir, 16-dır və s. Yəni, 2-nin qüvvətləri olaraq. Əgər 1 varsa, bu olacaq 128. Ta ki, yenə burada 1 varsa, olacaq 64. 1 vurulsun 2 üstü 6, 1 vurulsun 2 üstü 7 məntiqi ilə. Deyir ki, ilk və son ədəd 2 üstü 6-ya bərabərdir. Əgər 2 üstü 6-ya bərabərdirsə, deməli, bir dənə burada 1 var. Bunun qalan hamısı 0 olmalıdır ki, bu elə 2 üstü 6-ya bərabər olsun. İlk və son. Deməli, ilk və son bu cür olmalıdır. 0, 1, bir dənə ikinci yerdə 0, qalanlar hamısı, bir dənə ikinci yerdə 1, qalan hamısı 0. Harada ödəyir? Bir dənə D-də, bir də Y-də. Deməli, C, B, A bəri başdan getdi. Sonra, deyir ki, bunlardan da ikinci və sonuncu da belə olmalıdır. Hər ikisində sonuncu da belədir. Sonra, baxırıq nəyə? Deyir ki, ikinci və üçüncü ədədləri uyğun olaraq 2 üstü 7 olmalıdır və 2 üstü 7 plus 1 olmalıdır. 2 üstü 7 nə deməkdir? Yəni, bir dənə burada 1 olmalıdır, qalan hamısı 0 olmalıdır. 2 üstü 7, ikincisi deyir 1 olmalıdır. 2 üstü 7, qalan hamısı 0. Aha, D-yə uyğun gəlir. Üçüncüsü isə 2 üstü 7 plus 1. Plus 1 nə baxalır? Yəni, 2 vurulsun, deməli, 2 üstü 1-nə baxalır. 2 vurulsun, daha doğrusu, ədəd vurulsun 2 üstü 0 olanda. Elə deyil, yəni 1 vurulsun 2 üstü 0 olanda. Yəni, gəlib bura düşəndə. Deməli, burada da 1 olmalıdır ki, 1 2 üstü 0-a vuranda 1 eləsin. Onda belə çıxır ki, üçüncü ədədimizin də axırı ilə qurtarmalıdır. İkinci və üçüncü ədədimiz də belə olmalıdır. 1, 1-lə başlayıb 1-lə qurtarmalıdır. Onda bu olacaq. Deməli, oldu D variantı. Niyə Y olmadı? Çünki burada 2 üstü 7 almıraq, bu da 2 üstü 7 plus 1 deməkdir. Bu artıq 2 üstü 7 plus 2 üstü 1 plus 2 üstü 0 deməkdir. Ona görə Y olmur, oldu D variantı. Say sistemlərini yaxşı bilənlər məncə bunda çətinlik çəkməyəcəklər. Yenə eyni məntiqlə gedirik. Dedik ki, nömrələsi ədədlərin üstündə 0, 1, 2, 3, 4, 5, 6, 7 dayanacaq.
32 almaq üçün gərək bir dənə 2 üstü 5-in üstündə 1 olsun. Yəni 2 üstü 5-in durduğu yerdə 1 olsun. Qalan hamısı 0 olsun. Baxaq görək hansında 3-cü yerdə 1 var. 1 burada var. Elə bir də burada var. Hər ehtimala qarşı, yəni 0, 1, 2, 3, 4, 5. Bir də burada var. Çox güman bu olacaq. Hər ehtimala qarşı baxaq. 128 olmağı üçün bir dənə birinci yerdə 1 olmalıdır. Qalan hamısı 0 olmalıdır. Uyğun gəlir. 127 olmaq üçün isə gəlib bura çatmamalıdır, elə deyil. Yəni bu 2 üstü 7-dən əvvəl hər şeyi toplasam 2 üstü 20, deməli 127 eləyəcək. Bütün 2-nin qüvvətlərini toplasam əgər. Elə Y variantı. 255 olmaq üçün də hamısı 1-1 olmalıdır. 18 oldu Y variantı. 19-a baxırıq. Fayl şəbəkə ilə ötürülməzdən əvvəl istifadəçi tərəfindən arxivləşdirilir ki, daha tez göndərilə bilsin. Arxivləşdirilən zaman faylın həcmi 35% azalır. Əgər informasiyanın şəbəkə ilə ötürülmə sürəti bu qədər olarsa, ilkin həcmdə bu qədər olarsa, faylı arxivləşdirəndən sonra ötürmək üçün ən az neçə dəqiqə tələb olunur. Deməli, birinci bir şey 35% azalıbsa, deməli yerdən 65% qalıb. Düzdür? Mən ilkin həcmi 12.000 olan həcmin 65%-ın, faylın 65%-ını tapıram. Tapanda, yəni 35-i gedibsə 65-i qalıb, eləyir 7800 megabayt. Bu belə. Sonra deyir ki, 13 vur 223 vara 13 vur 223 bit böl saniyə. Məndə həcm megabaytdan göstərilib deyək. 1 megabayt 223 bitdir. Mən bunu 223-ə bölürəm ki, bu olsun 13 megabayt böl saniyə. Bu megabayt böl saniyə deməkdir. Yəni ki, bu 1 saniyədə 13 megabayt fayl göndərə bilir. Düzdür? 1 saniyədə. Bəs neçə saniyədə bu 7800 megabaytı göndərə bilər? Deməli, x da bərabərdir 7800-ü bölürəm 13-ə. Bu da bərabərdir. Deməli, 78-i 13-ə bölsək neçə dəfə düşəcək? Elə 6 dəfə düşür də. 600 saniyə. Bizdən dəqiqə soruşur. 600 saniyəni də dəqiqə çevirmək üçün bölürük 60-a. Alırıq nə? 10 dəqiqə. Deməli, ötürmək üçün bizə ən azı 10 dəqiqə lazımdır. 19 oldu D variantı. 20-yə baxırıq. Yenə bu düsturdan istifadə edəcəyik. Bizdən kəsişmə soruşduğu üçün AND. Bizdən əndi istəyir. Ənd kəsişmədir. Ona görə elə yenə bu düstura istifadə edəcəyik. Deməli, gəl belə eləyək. Elə futbol, F yazım, V yazım. Deyir ki, tək futbol, yəni NF bərabərdir 2500. NV, yəni voleybol, bərabərdir 1900. Deməli, orada deyirsə, bu futbolla voleybolun, elə yazım ki, biraz birləşməsidir. Bu da 3600-dür. Bizdən istəyir əndi futbolla voleybolun kəsişməsini. Yəni, belə. Getdik. Bu düsturda yerinə qoyub tapacağım. Birləşmə var məndə. Bu var. 3600 bərabərdir. NA, yəni futbol var məndə. 2500. NB, yəni məndə NV voleybolda var. 1900. Çıxılsın bunların kəsişməsi. Biz elə axtarıq bunların kəsişməsini. Deməli, 2500 ilə 3600 yazıram buradan. 2500 ilə 1900 toplayanda bizə verir nə? 3400. Çıxılsın N. Belə. F. 3400 yox, bizə 4400 verir. Bunların kəsişməsi. Belə çıxır ki, bunların da kəsişməsi bərabərdir. 4400 çıxılsın 3600. Bu neçə eləyir? Deməli, 0, 0, 14-ün altısını çıxdıq. 8, nə qaldı? 800. Deməli, bunların kəsişməsi olacaq 800. 20 oldu B variantı. 21-də yenə ikili say sistemindən onluğa keçirmək kimi yazırıq. Bu görünür ki, 0-dan 7-yə kimi hamısı var. Toplayanda 255 eləyəcək. Sonra, burada bir dənəsi yoxdur. Axırdakı elə bil ki, 2 üstü 0 yoxdur. Yəni 1 yoxdur. Ona görə 255-dən 1 var idəsi 254 eləyəcək. Burada bir dənə 2 üstü 7 var. Bura 128 eləyəcək. Qraflarını tapa bilirik. 128, 255, 254. Deməli, 128, 255. Deməli, bu da 193 eləyəcək də. Niyə? Çünki bu olur 128. Bu olur 2 üstü 6, 64. Bu da olur 2 üstü 1. 8, 4, 12, 13 bir yadda. 8, 9 elə 193 eləyir. Y variantı. 22-yə baxırıq. Yenə hansılar rahatdır? Bunu görmək rahatdır. Bu ikisini görmək rahatdır. Bu
Bu 2 üstü 7, yəni birincisi 1, qalan hamısı 0 deməkdir. Bu da hamısı 1 olmalıdır. Buradakında hamısı 1 olmalıdır. 255 olanda. Deməli C olmaz, 7 olmaz. Dedik ki, hamısı 1 olmalıdır. 128-də də birincisi 1, qalanlar 0 olmalıdır. B olmaz. Baxın, burada yenə 1 var. Bundan bu düz gəlir. Hələlik. 254 necə olmalıdır? Elə bil ki, hamısı olmalıdır, hamısı bir-bir olmalıdır. Birinin axırdan biri kəm olmalıdır. Çünki 7 dənə 1 olanda toplayanda 255 eləyir. Ancaq axırdakı biri 0 olanda 254 eləyir. O da, baxın, burada 255 veriblər. Burada hamısını toplasaq 255 eləyər. Amma burada axırdakı 0-dır deyə cavabımız olacaq 254. Bura 254 eləyəcək. 22 oldu A variantı. 23-ə baxırıq. Deyir ki, 212 bit böl saniyə sürətlə işləyən modem müəyyən bir məlumat ötürmək üçün 1 saniyə vaxt sərf edir. Aha. 212 bit böl saniyə deməkdir. Yəni bu modem 1 saniyədə 212 bit göndərə bilir, ötürə bilir. 5 saniyə vaxt sərf edibsə neçə bit göndərib? Deməli, x bərabərdir 212 vur 5 bit. Deməli, göndərdiyi faylın həcmi bu qədər olub. Deyir ki, həmin informasiya, yəni söhbət bundan gedir. Həmin informasiya 16 simvol əlifbada kodlaşdırılıb. Ondan məlumatın neçə simvoldan ibarət olduğunu tapın. 16 simvolu əlifbada 16, 204 olduğu üçün 4 bit eləyir, düzdür? Deməli, 4 biti vurublar neçə dənəsə simvola, bilmirik. Və alıblar bu həcmi, yəni 212 vurulsun 5-i alıblar. Onda belə çıxır, x-i tapmaq üçün 212 vur 5-i bölürük 4-ə. 4-ün də yerinə mən 202 yazıram. Bu 4-ün yerinə. 212 ilə 202 gedir, nə qalır? 210 vurulsun 5 qalır. Burada oldu, deməli C variantı. 24-ə baxırıq. Modemin sürəti 7680 bit böl saniyədir. Unicode'da kodlaşdırılıb, hər səhifəsində nə var o soran işidir. Bu faylı göndərəndə 1,5 dəqiqə lazım olub bizə. Deməli, 1 saniyədə bu modem 7680 bit göndərə bilir. Bəs onda bu 1,5 dəqiqə. 1,5 dəqiqə nə deməkdir? 1 dəqiqə yarım dilə deyil, 60, 30, 90 saniyə. Bəs bu 90 saniyəyə nə qədər bit göndərə bilir? X bərabərdir 7680 biti vururuq 90-a. Bu olur bizim ümumi həcmimiz, yəni göndərilmiş faylın həcmi olur. Sonra, deməli deyir ki, Unicode'da kodlaşdırılıb fayl, yəni 2-yə vururuq. Hər səhifəsində 400 simvol var, vurdum 400-ə. Nə qədər səhifə var bilmirəm, vurdum x dənə səhifəyə və alınan həcm bu qədər olub. 7680 vur 90, bura bitdi. Ancaq bərabərliyin bu tərəfi baytdır. Onda mən elə bəri başdan neyniyim? Bu tərəf bitdi, bu tərəf baytdır. Gəlin elə bərabərliyin də solunu da bitək çevirək. Ona görə buranı vuram 8-ə. Ki, hesabıma düz apara bilək, hesablaya bilək ümumiyyətlə. Deməli, cavabımızı 7680-i vur 90 bölünsün bura. Yəni 400 vur 2 vur 8. Bərabərliyin sol tərəfi bit olduğu üçün də buranı 8-ə bölməklə ələşmədim də. Yəni birbaşa buradan vurdum ki, görəsiniz ki, burada baytdan bitə keçirdim. Lap burada da gəlb yaza bilərdim. İndi biraz daha aydın olsun istədim. Aha, gedək ixtisar eləməyə görə nə ixtisar eləyərik. Səhv eləmirəmsə 7680 1024 vur 7 idi. Səhv eləmirəm ki. 8 2 yadda, 14 2 yadda. Deməli, yox, 1024 vur 7 deyil elə. Yox, 1024 vur 7 deyil. Yaxşı, onda belə eləyək. Bu sıfırla bu sıfır geçsin. Bu sıfırla bu sıfır geçsin. 768-i 4-ə böləndə neçə eləyəcək? Deməli, neçə eləyəcək? Bir dəfə düşəcək. 9 dəfə düşəcək. Bir də 2 dəfə düşəcək. 192 eləyir. 4-lə 762-ni aparanda. 768 aparanda. 192. Sonra burada bir dənə 9-umuz qalıb. 192-ni 2-yə böləndə qalacaq burada deməli 9, 6, 96. 96-nı da 8-ə böləndə burada qalacaq 1, 2, 12. Burada da 9-umuz var. 12 vur 9. 12-ni 9-a vuranda neçə eləyir? 12 vur 9, 18, 1 yadda, 108. Deməli, burada 108 dənə səhifə var imiş. Heç nə. Əsas bunu qurmaq, görmək idi. Sonra da aid tənlik eləyib tapırıq. Burada adi ixtisar apardım. Əgər qarışıq uzun görünürsə, üzrlü sayın sadəcə adi ixtisardır.
25 nə deyir? True color 24 bit. Qrafik təsvir 800 vur 600 pikseldir. Bu bizim ümumi deməli faylımızın ölçüsüdür. Təsvirin sürəti 32.000 bit böl saniyə deməkdir. Yəni 1 saniyədə 32.000 bit göndərir. Ötürmə qabiliyyəti var bunun. 32.000 bit. Bizə də həcmimiz bu qədər bitdir. Bəs neçə saniyə bizim bu faylımızı göndərər? Onu da 24 vur 800 vur 600. 60 deyil, 600'dür. Belə çıxır ki, tənasüb eləyəcək. Elə deyil. Tənasüb eləyəndə 24 vur 800 vur 600'ü bölürük nəyə? 32.000'ə. Sıfırlarımız gedir. Bu 3 dənə sıfır bundan geçsin. Bir də bundan geçsin. 8-dən 32'ni ixtisara aparıq. Burada qalır 4. Düzdür. 4-dən 24 aparıq. Burada qalır 6. 6 vur 60 elədi. Deməli 360 saniyə. Bizdən 360 saniyə yoxdur. Ona görə 360'ı da bölürük 60'a çeviririk dəqiqəyə. Olur 6 dəqiqə. Deməli bunu ötürmək üçün, bu boyda faylı ötürmək üçün 6 dəqiqə vaxt lazımdır. 25 oldu C variantı. Altı necə yazacağıq? Birinci mənə verilənlərin hamısını yazıram. Bayaq 3 dənə veriləni Venn diaqramı ilə yazmışdıq. İndi bunun düsturuna yazacağıq. Birinci verilənləri yazaq. Bizdə NA Azərbaycan 50'dir. NB Bakı 80'dir. N Respublika bu da 100'dür. Sonra Azərbaycan or Bakı deyir. Yəni Azərbaycan or Bakı nə deməkdir? Azərbaycan və Bakının birləşməsidir, elə deyil. Deməli N A birləşir Bakı ilə bu 110'dur. Sonra Bakı və Respublika. N Bakı ilə Respublika ənd deyir. Kəsişir Respublika ilə. Bu oldu. Deməli 30. Azərbaycan ənd Bakı ənd Respublika. Yəni hər üçünün kəsişməsi Azərbaycan kəsişir. Deməli kəsişir Bakı ilə. Kəsişir Respublika ilə. Bu oldu 5. Sonuncu hamısının birləşməsi N A birləşir B ilə, o da birləşir R ilə. Bunların birləşməsi 165'dir. Deməli bunları yazdım. Belə 3 dənə olanda düsturumuz necə olacaq? Deməli düsturumuz olacaq belə. N A birləşir B ilə, o da birləşir R ilə bərabərdir. Buradan sığışmayacaq çox güman. Ona görə buradan yazıram. Deməli N A nə bilir? N A birləşir B birləşir C bərabərdir. N A üstəgəl N B üstəgəl N R çıxılsın. Çıxılsın A ilə bir dəfə B-nin kəsişməsi. Çıxılsın bir dəfə A ilə R-in kəsişməsi. Çıxılsın bir dəfə N R ilə B-nin kəsişməsi və ya B-nin R-in kəsişməsi fərqi yoxdur. Və üstəgəl bunların hər üçünün eyni anda kəsişməsi. A kəsişir B ilə, kəsişir R ilə. İndi burada baxaq nələrimiz var, nələrimiz yoxdur. Olmayanı tapaq, sonra görə ümumi nəyə axtarırdıq, gedək onu tapaq. Baxıram. Deməli, A, B, R, bura C yazmışam çaşıb, bu R-dir də. Bu R-dir. Baxırıq. Deməli, bizdə hər üçünün birləşməsi var. Bizdə NA var. Bizdə NB var. Bizdə NR var. Bizdə N A ilə B-nin kəsişməsi var, bu yoxdur. A ilə R-in, deməli, bizdə A ilə R-in kəsişməsi yoxdur. Zaten biz A ilə R-in Azərbaycan və Respublikanın kəsişməsini axtarırıq. Azərbaycan və Respublikanı axtarırıq. Biz zaten bunu axtarırıq. Sonra bizdə R ilə B-nin kəsişməyi var. BR və ya RB fərqi yoxdur, var. Bizdə hər üçünün kəsişməsi var. Onda belə çıxır ki, mən bunu axtarıram sayda məsələdir ki, birinci bunu tapmalıyam. Belə deyil, buranı tapmalıyam. Birinci mən tapmalıyam bunu. Bunu da nəyin köməyi ilə tapacam? Tapacam nəyin köməyi ilə? Deməli, N A ilə B-nin birləşməsi bərabərdir. NA üstəgəl NB çıxılsın A ilə B-nin kəsişməsi. Nəyə görə? Çünki məndə kəsişmə də var. A ilə B-nin kəsişməsini veriblər. İndi burada hamısını yerinə qoyub gedirəm bu AB-ni tapmağa. A ilə B-nin kəsişməsini tapmağa. A ilə B-nin birləşməsi 110'dur. NA 50'dir. NB 80'dir. Bu yoxdur. Elə bunu axtarırıq. A ilə B-nin kəsişməsini.
50 ilə 80 eləyir 130. 130 çıxılsın n A ilə B-nin kəsişməsi. Daha doğrusu, bura niyə birləşmə qoydum? Kəsişmə axtarırıq biz. Kəsişməsi, kəsişmədir. Bərabərdir 110-a. Deməli, n A ilə B-nin kəsişməsi. A kəsişir B ilə. 130 çıx 110, 20. Deməli, bunların kəsişməsi oldu bizdə nə? 20 oldu. Onu da buradan qeyd edirəm ki, n A kəsişir B ilə bərabərdir 20-yə. Aha. Sonra bunu tapdıq. İndi gedirəm mənə əsas lazım olan hissəni tapmağa. Əsas lazım olan hissə də hansıdır məndə? Əsas lazım olan hissə, deməli, bizə əsas lazım olan hissə budur. Kitabın soruşduğu bizdən buradır. N A ilə R-in kəsişməsi, yəni Azərbaycan və Respublika. Bütün qiymətləri yenə qoyub hesablayacağıq indi. Bunu silmirəm burada. Bu qalsın. Bu A ilə B-nin kəsişməsini tapmaq üçün idi. Tapdıq da kəsişməni burada. Aha. İndi gedək əsas öz işimizi görək. Hər üçünün birləşməsi nədir? A, B, R 165-dir. Deməli, 165 bərabərdir. N A-mız 50-dir. N B-miz 80-dir. N R-miz 100-dür. Çıxılsın. A ilə B-nin birləşməsini getdik, indi kəsişməsini necə tapdıq? Dedik ki, A ilə B-nin kəsişməsi oldu 20. Çıx 20. Çıxılsın. A ilə R-in zaten bunu axtarırıq. A ilə R-in kəsişməsini axtarırıq. A kəsişir R-ilə. Çıxılsın. R ilə B-nin kəsişməsi var dedik. R ilə B-nin kəsişməsi budur 30. Sonra çıxılsın, üstə gəlinsin hər üçünün kəsişməsi. Hər üçünün kəsişməsi də burada qeyd olunub 5-dir. Deməli, 165 bərabərdir. 165 bərabərdir. Hesablayaq. Hesablayaq. 50, 80 eləyir 130. 130-dan 30 çıxanda qalacaq 100. 100 ilə 100 eləyir 200. 200-dən 20 çıxanda eləyəcək 180. 180-dən də 180-dən də üstünə 5 gəndə olacaq 185. Deməli, 185 çıxılsın bu. N A kəsişir R-ilə. Bu da 185. Bu da bərabər, da yazmıram da. N A ilə R-in kəsişməyi də bərabərdir. Kəsişmək. Kəsişmək. 185 çıxılsın 165. Bu da olacaq 20. Deməli, Azərbaycan və Respublika oldu 20. Bu biraz uzun getdi. Amma çox diqqətli olun. Gəlib düşə bilər. Deməli, nə elədim birinci? Birinci, 3 dənə üçün necə sütur qurulur? Çoxluqlarla, birləşmə və kəsişmə işarəsi ilə. Onu yazdım, qeyd elədim. Süturumuz oldu bu. Sonra getdim, mənə nə verilib? Mənə verilənləri, bu cədvəlin içərisində verilənləri çoxluqların deməli, birləşməsi və kəsişmə işarələrinin köməyi ilə yazdım. Sonra ayrıca Azərbaycanda nə qədərdir səhifə sayı, Bakı, sonra Respublika yazılan səhifə sayı nə qədərdir? Bunları yazdım. Sonra düsturumu qurdum. Baxdım, görün mən bu axtarılan Azərbaycan və Bakı Respublika idi. A kəsişir R-ilə. Onu tapmaq üçün digər bütün verilənlər var. Baxdım ki, bir də bu verilən yoxdur. Mənə də burada A ilə B-nin kəsişməsi, birləşməsini boş yerə verməyiblər. A-nın özü var, B-nin özü var, A ilə B-nin kəsişməsi var. Deməli, mən buradan rahatlıqla A ilə B-nin kəsişməsini tapa bilərəm. Yəni, birləşməsi var idi, özləri ayrıca var. Getdik, kəsişməni tez tapdıq, gətirdik ümumi düsturumuzda yerinə qoymaq üçün yazdıq bura. Sonra mən ümumi düsturumda yenə hər şeyi yazıram, nə verilibsə yazıram yerinə. Birləşmə verilib, A, B, R ayrıca qiymətləri verilib. Bunu tapdıq, gətirib qoyuruq yerinə. Bunu yerinə X yazın, ya olduğu kimi yazın, fərqi yoxdur. Sonra qalan hər şeyi qiymətini yerinə qoyuruq, tənlik həll edib tapırıq ki, burada cavab 20 oldu. Bu suala diqqət edin mütləq. 27-yə baxırıq. Məlumdur ki, cəmi 240 MB məlumat ötürülüb. Nəzərə alsaq ki, vaxtın ilk 1/3 hissəsi ötürülmə sürəti bu qədər 3 vurulsun 221 bit böl saniyə, qalan vaxtda isə 9 vur 220 bit böl saniyə olub. Yaxşı. Deməli, gedilən yol kimi, necə ki, biz fizikada gedilən yol tapmaq üçün S bərabərdir V vur T düsturunu hesablayırıq. Burada da ötürülən informasiyanın həcmini tapmaq üçün yenə zamanı vuruq sürətə. V vur T ilə gedəcəyik. İndi bizə T-ni bilmirik. T-nin 3/1 hissəsidir birinci. 3/1 T-ni vurublar. 3 vurulsun 2 üstü 21 bit böl saniyəyə müəyyən bir həcm alıblar. 3/1-i gedibsə qalan vaxt nə qədərdir? Qalan vaxtda deməli söhbət 3/2-dən gedir də. 3/2 T-ni də qalan vaxtda
9 vurulsun 220 bitinə göndəriblər. Və bu da bir həcmdir. Bu da bir həcmdir. Həm yuxarıdakı, həm aşağıdakı. Və bunların toplam 240 megabayt deməli həcmi olub. Onu da həll eləyək. Bu megabaytlardır. Amma bunlar bitlərdir. Yaddan çıxartmayaq. 3-də 1 ilə 3 gedir. Nə qalır burada? T vurulsun 221 bit. Üstə gəl. 3 ilə 9 ixtisar gedir. Qalır 2 vurulsun 3. 6 vur 220 bit. Bərabərdir 240 megabayt eləyib. Mən hesabımı apara bilməyim üçün bu megabaytda bitə keçirəm. Bilirik ki 1 megabayt 223 bitdir. Burada bunun T'si də var. Bu 6 T'dir. 6 T'dir bu. Nə edirəm burada? 2 üstü 21'i 2 üstü 20'ni çıxardıram çölə. Ortaq vuruq kimi. Deməli nə qalır? T qalır. Burada 6 T qalır. T qalmır. 2 T qalır burada. 2 üstü 1, 2 üstü 20'ni çıxardıram çölə. 2 üstü 20'ni çıxardıram. Burada qalır deməli 2 T. 6 T. Bərabərdir. 240. Qələmim niyə beləyir? 240 vurulsun 223. Deməli burada alıram 8 T bərabərdir. 240 vurulsun 223 bölünsün 220. 223 ilə 20 ixtisar gedir. Burada nə qalır? 8. Bu 8-in də bu 8 ixtisar gedir. T'miz olur 240. Nə? Bit böl saniyə idi. Saniyə. Məndən cavabı dəqiqə ilə istəyir. 240'ı da bölürük 60'a alınır 4 dəqiqə. Burada oldu 4 dəqiqə 27 D variantı. 28'ə baxırıq. 2 üstü 23 bit böl saniyə sürətli internetdən 4096x4096 pikseldən ibarət qrafik təsvir 32 saniyəyə yüklənib. Bizdən qrafik təsvirin paytrasındakı rəng çarlarının sayını istəyir. Deməli, V-ni vurublar T-yə, həcmi tapıblar. Eləmi? Deməli, 223 bit böl saniyəni vurublar 32 saniyəyə. Alıblar 4096, 4 vurulsun 24 deməkdir. Yəni 2 üstü 12 vur 2 üstü 12. Və vur neçəsə bit. Bir neçə bit. Sonra deməli onda bu olur 223, 32'nin yerinə yazıram 2 üstü 5. Bura olur 2 üstü 28 bərabərdir 2 üstü 24 vurulsun x bitə. X bit bizim rəng dərinliyimizdir. 1 pikselin həcmidir. Onda x də bərabərdir 2 üstü 28 bölünsün 2 üstü 24. X bərabərdir 2 üstü 4. Yəni 16 bit. Bu 16 bit bizim rəng dərinliyimizdir. 1 piksel həcmidir. Bizdən rəng çarlarının sayını soruşduğu üçün 16'nı qoyuruq 2'nin qüvvətinə. Olur 2 üstü 16 rəng çarlarına malik paytra. 28 oldu B variantı. 29. 66 səhifədən ibarət olan mətn sənədinin ilk 2 səhifəsində. Deməli, səhifə sayımız 2'dir. 2 vurulsun. 256 vur 512 piksel. 256'nın yerinə yazıram 2 üstü 8. 512'nin yerinə yazıram 2 üstü 9 pikselimiz var. 64 rəng çalarlı. 64 2 üstü 6'dır, yəni 6 bit. Bu da eləyir deməli 2 üstü 18. 2 üstü 18 vurulsun 6 bit. Bu ilk 2 səhifənin həcmi idi. Sonra digər səhifələr yerdə 66 səhifənin ikisi getdi, yerdə 64 səhifə qaldı. 64 səhifədə 2 üstü 6 deməkdir. 2 üstü 6 vurulsun. Hər birində orta hesabla 16 sətr, yəni 2 üstü 4 sətr. Hər sətirdə Unicode ilə Unicode deyir vuram 2'yə. 16 simvol deyir vuram 2 üstü 4'ə. Və burada Unicode dediyi üçün mən bayta keçirim. 2'yə bayta vurdum. Yəni yada saxlayaq ki, aldığımız cavab burada baytla olacaq. Bu da neçə eləyir? Deməli 10, 2 üstü 15 bayt eləyir. Yuxarıdakı bitdə, aşağıdakı baytdır. İndi bunu hesablayaq. Sonra deyir ki 75% arxivləşdirilib. Deməli, əgər bu 75% arxivləşdirilibsə, deməli 25% qalıb həcmi. Əvvəlcə tapaq. Bunu nəyə çevirmək bizə sərf eləyir? Bunu kilobayta keçirmək bizə sərf eləyir. Gəlin kilobaytla tapaq. Deməli, 218, bunu da kilobayta keçirirəm. Bunu kilobayta keçirmək üçün bölürəm 213'ə. 18'dən 13 gedir. 2 üstü 5 qalır. 2 üstü 5'in deməkdir 32. 32'ni də 6'ya vuranda 12 bir yadda 192 kilobayt. Buradan aldıq. Düz mü aldım? Düz aldım. Bunu da 210'a bölürük. Kilobayta keçirmək üçün baytdan kilobayta keçəndə 210'a bölünür. Burada da aldıq 32 kilobayt. Deməli bizim bu kitabda sənədimizin ümumi həcmi oldu 192 üstəgəl 32 kilobayt. Bu da eləyir 4
12.2.1 yadda 224 kilobayt. İndi bu 224 kilobaytın 75% daxilləşib, deməli qalıb 25%. Bunun 25%-ni tapırıq. 25%-ni tapmaq, elə onun 4/1-ni tapmaq deməkdir də. Deməli, 4-lə də 224-ü ixtisar aparırıq. 5, 6. Deməli, 56 kilobayt. Söhbət göndərilən sənədin həcmi 56 kilobaytdır. Deyir ki, bu 56 kilobaytlıq faylı sürəti 216 bit böl saniyə şəbəkə ilə 216 bit böl saniyə deyir, məndə həcm kilobaytlandır. Ona görə bu 216 bit böl saniyəni də mən 2/13-ə böləcəm ki, kilobayt böl saniyə ala bilim. Bunu böləndə 16, 13, 2/3 qalır, yəni 8 kilobayt böl saniyə. Belə çıxır ki, bu modem 1 saniyədə 8 kilobayt informasiya ötürə bilir. Bəs onda bu 56 kilobayt neçə saniyə ötürər? Onda x də bərabərdir 56 böl 8 alınır. X də bərabərdir 7-yə. Deməli, bu qədər informasiyanı 7 saniyə ötürə bilər. 29 oldu C variantı. 30-cu suala baxırıq. Ötürülmə sürəti V bərabərdir 2/32 bit böl saniyə olan şəbəkə ilə 16 GB, elə ki, S-imiz və ya həcm yazaq, buraya Q yazaq. Q-miz 16 GB-dır. Olarsa T necə olar? T-ni tapmaq üçün biz ümumi həcmi bölməliyik. Burada nəyə? Sürətə. Bunu da gəlin bitə çevirək. 16 GB-da bitə keçirmək üçün deməli 2/33-ə vurmalıyıq ki, bu bit olsun. Artıq oldu bit. T bərabərdir 16 vurulsun 2/33 bit bölünsün 2/32-yə. Bunlar gedir, burada qalır 2/1, yəni 2. 16-nı da 2-yə vuranda 32. Deməli, 32 saniyəyə ötürmək olar. 30-da oldu 32. 31. İndi mən düsturumun elementlərini Google olduğu üçün G ilə, Yahoo olduğu üçün yenə yazacağım. Deməli, düstur belə olacaq. N Google-la Yahoo-nun birləşməsi bərabərdir. Google-nun sayı üstəgəl Yahoo-nun sayı çıxılsın onların kəsişməsi. Məndən soruşur, bu elə məndən bunu soruşur, birləşməni soruşur. Deməli, onda Google 1500 üstəgəl Yahoo 2700 çıxılsın onların kəsişməsi 1200. Elə aldığımız cavab bu olacaq da. 1500-dən 2700 neçə eləyir? Ya da ki, elə 2700-dən 1200 çıxanda qalır 1500. 1500-dən də 1500 eləyir nə? 3000, düzdür? 3000. 31-də cavab oldu 3000. 32-yə baxırıq. 15 MB həcmə malik fayl müəyyən mübadilə kanalı ilə 384 bit böl saniyə sürətlə ötürülür. Bu zaman ərzində 128 bit böl saniyə sürətlə digər mübadilə kanalı ilə neçə megabayt həcmə malik fayl ötürmək olar? Deməli, biz birinci zamanı tapmalıyıq, sonra tapdığımız zamandan digər həcmi götürüb, sürəti götürüb həcmi tapmalıyıq. Yaxşı. Deməli, 384 bit böl saniyə. Bu deməkdir ki, bu deməli kanalla 1 saniyəyə 384 bit informasiya köçürmək olur. Bəs 15 megabayt nə qədər vaxtda köçürmək olar? Gedib bunu tapaq birinci. X bərabərdir 15 megabaytı bölməli 384-ə. 384 bitdir. 15 megabaytda bitə keçirməliyik. 15-i vuracağıq. Deməli, megabaytdan bitə keçirəndə 223-ə vururuq. İxtisar aparaq. Nə ilə nəyə ixtisar eləyə bilərik? Baxaq. 384 3-ə bölünürmü? Bölünür. 1 dəfə düşür. 8-in içində 2, 24-ün də içində 8. Bu da 3-ə bölünür. Burada qalır 5. 128 207 deməkdir. Elə deyil. Bu 128 yəni 207 yaza bilərik. 223-dən 207-nə çıxanda qalır 5 vurulsun. 2 üstü deməli 216 qalır. Bu oldu bizim həcmimiz. Daha doğrusu həcmimiz yox, zamanımız. Saniyəmiz. İndi gedək bu T-yi də burada X yazmayayım, T yazım. Gedək indi bu T-ni o biri hissədə yerinə qoyaq və tapaq görək nə qədər neçə megabayt həcmi malik fayl ötürmək olar. Deməli, T-miz oldu bu, V-miz də budur. Biz bir iki həcmi tapmaq üçün sürəti zamana vurmalıyıq. 5 vurulsun 216 saniyəni vururuq 128 bit böl saniyəyə. 128 elə yazıram, 207 yazıram. 207 bit böl saniyəyə. Və məndən alınan cavab megabaytla istəyir. Biz də bu bit olduğu üçün bitdən də megabayta keçmək üçün nəyə bölürük? 223-ə bölməliyik. Deməli, 16-dan 7 eləyəcək
23, 23'lər getdi, qaldı 5. Deməli 5 megabayt həcmə malik fayl köçürmək olar. Deməli 32 oldu 5 megabayt. 33-ə baxırıq. Sürəti 221 bit böl saniyə olan şəbəkə ilə 210/211 pikseldən ibarət və 16 bit rənglərinə malik olan qrafik təsvir ötürmək üçün ən az neçə saniyə lazımdır. Deməli, birinci gedək həcmi tapaq. Həcmimiz nəyə bərabərdir? 210 1024 vurulsun 211, yəni 2048. 16 bit vurulsun 204 bit bərabərdir. Deməli, tapaq görək, bu nə qədər eləyir? Başqa nəsə vardı? Yox. Bu olur 210, 211, 221, 225 bit. V də bizdə 221 bit böl saniyədir. T-ni tapmaq üçün Q-nü bölürük V-yə. Yəni 225-i bölürük 221-ə. Bunlar gedir, 204 qalır. 204 nə deməkdir? 16. Deməli, ən azı 16 saniyə tələb olar. 33 oldu, 16. 34-ə baxırıq. Şəbəkə ilə ötürülməzdən əvvəl informasiya ilə kodlaşdırılır ki, onun həcmi 2 dəfə artır. Əgər şəbəkənin ötürülmə sürəti V bərabərdir 12 vurulsun 210 bit böl saniyə olarsa, ilkin həcmi 3 kilobayt olan faylı kodlaşdırandan sonra ən az neçə saniyə ötürmək olar? Deməli, əgər 3 kilobaytdırsa, artıq kodlaşdırmamışdan da əvvəl 2 dəfə artırsa 3 vur 2 olacaq. Və orada 3 kilobaytdır. Ancaq bizə sürət bit böl saniyə ilə yazılıb deyə biz də elə gəlin bunu bitə çevirək. Kilobaytdan bitə çevirəndə 213-ə bölürük. Deməli, zamanımız da bərabərdir. Q bölünsün V. Q-müz oldu 3 vur 2 vur 213. V-miz də oldu 12 vurulsun 210. Deməli, 3-dən 12 gedir, burada qalır 4, yəni 202. 210-dan 202 eləyir 212. 212 ilə də bu 213 getsin. Burada qalacaq deməli 2, 2 vur 2, 4. 4 saniyə. Deməli 4 saniyəyə ötürmək olar. 34 oldu 4. Deməli 35-ə baxırıq. Rabitə kanalı ilə 360 megabayt məlumat ötürülüb. Deməli bizə V-lər, sürətlər verilib, zamanı istəyir. 360-ın 40%, 360-ın 40% nə qədərdir? Vur 40 böl 100. Deməli bunlar getdi. 36 vur 4. 2 yadda 144. Deməli, bunu 144 megabaytı ötürülüb 9 vurulsun 222 bit böl saniyə ilə. Yaxşı. Deməli, bu bizim oldu Q-müzün birinci hissəsi. Q1 yazaq bura. Q1 belədirsə, T-miz nə qədərdir buradan? Bunun V1-i də yazaq. 9 vurulsun 222 bit böl saniyə. Deməli, onda T bərabərdir 144 megabayt olduğu üçün bunu çevirəm bitə. Çünki V-miz bitləndir, bit böl saniyədir. Vurulsun 9 vur 222. 223-dən 222 gedir. Burada qalır 2. 9-dan da 144-də apara bilərik. Bir dəfə düşür. Deməli 16 dəfə düşür. 16 vur 2 32 saniyə. Deməli 32 saniyə buradan. Sonra qalan hissəsi 360-ın 144 megabaytını tapdıq. Nə qədər qaldı? 6, 1, 2, 216 kilobayt qaldı. Q2-miz oldu 216 megabayt qaldı. Deməli 216 megabaytda Q2-miz, V2-miz də 224 bit böl saniyədir. Yəni T-ni tapmaq üçün Q-nü böləcəyik V-yə. Sadəcə olaraq burada bizim yenə 216 megabaytlandır. Bunu yenə çeviririk bitə. 223-ə vuraraq bölürük 224-ə. Bu belə. Bunlar getdi. Burada qaldı 2. 216-nı da 2-yə böləndə nə alınır? 1, 0, 8, 108. Deməli 32 saniyə buradan, 108 saniyə də buradan. Ümumi nə qədər lazım oldu bizə? 108 üstəgəl 32. 0, 1 yadda 4, 140. Deməli bizə ümumi 140 saniyə müddətində ötürülmə baş verdi burada. 35 oldu 140. 36-ya baxırıq. Bizə ötürmə sürəti verilib V, yəni. Verilib 3 vurulsun 222 bit böl saniyə. Q həcmimiz isə verilib 900 megabayt. 9 megabayt da çevirərik bitə, çünki V-miz bit böl saniyə ilə verilib. T-ni tapmaq üçün Q-nü bölürük V-yə. 900 vurulsun 223 bölünsün 3 vurulsun 222. Bunlar ixtisara gedir, burada qalır 2. 3 dənə 9 ixtisar gedir, burada qalır 300. 300 vur 2 eləyir 600. 600 minimum deməli bizə dəqiqə deyir.
600-də bölürük 60-a, bu da olur 10. Deməli, bizə ən azı 10 dəqiqə lazımdır. 36 oldu 10. 37-yə baxırıq. Sürəti 222 bit böl saniyə. V-miz 222 bit böl saniyədir. Şəbəkədə arxivləşəndən sonra 20% sıxlaşdırılan bir şey 20% sıxlaşıbsa, deməli 80% qalıb. İlkin həcmi 40-dırsa əgər küyümüzün, deməli yazaq birəcə 40 megabaytdırsa, bu 40-ın 20% sıxlaşıbsa, qalıb bunun 80%. Deməli, onda mən bunun 80%-ni tapıram, eləyir 32 megabayt. Küyümüz oldu 32 megabayt. Bu küydür. Deməli, T-ni tapmaq üçün küyünü 32 megabayt bizə bit böl saniyə veriblər deyə sürəti. 32-ni də bitə çevirirəm. 223-ə bölürəm. Deməli, V-mizə. V-də 222 idi. 222 idi, düzdür. Bunlar getdi. Burada qalır 2. 32 vur 2, 64. Deməli, ən azı 64 saniyə lazımdır. 37-nin cavabı oldu 64. 38-ə baxırıq. 60 kilobayt həcmə malik fayl şəbəkədə 3072 bit böl saniyə sürətlə ötürülür. Deməli, 60 kilobayt, küyümüz 60-dır, V-miz də 3072-dir. T-ni tapmaq üçün 60 kilobaytdır, ancaq V-miz deməli, bitləndi. Ona görə 60-ı da bitə çevirirəm, olur 60 vur 213. 3072-də 3 vur olsun 210 deməkdir. Rahat ixtisar edə bilim deyə belə yazdım. 213 ilə 210 ixtisar gedir, burada qalır 203, yəni 8. 3 ilə 60 ixtisar gedir, burada qalır 20. 20 vur 8, 160 saniyə. Deyir ki, həmin müddətdə, yəni saniyəmi 160 saniyə olsa, indi biz həcm axtarırıq. 160 saniyədə həmin müddət ərzində 5120 bit böl saniyə. 5120-də 5 vur olsun 210-dur. Bu bizim həcmimiz olur bitlə. Ancaq bizdən sonda kilobaytla soruşur deyə mən bunu bəri başdan kilobayta keçirirəm. Deməli, zamanı 160-ı vurdum sürətə 5 vur 210-a. Bit böl saniyə olduğu üçün bunu 213-ə bölürəm ki, aldığım cavab kilobaytdan çıxsın. İxtisar aparaq. 210-dan 213 ixtisar aparıq. Burada qalır 8. 8-dən 160 ixtisar aparıq. Burada qalır 20. 20 vur 5 edir 100. Q'nu tapdıq ki, 100-dür. Deyir ki, bizə həmin müddət ərzində bu sürətlə bu faylın həcmindən neçə kilobayt çox olan fayl ötürmək olar? Bu faylın həcmi 60 kilobaytdır. 60-dan nə qədər çox tapdıq? 100 tapdıq da. Yəni 60-dan 40 kilobayt çox tapmaq olar. 100 çıxılsın 60, oldu 40 kilobayt. Deməli, bu faylın, yəni 60 kilobaytlıq fayldan 40 kilobayt çox olan fayl ötürmək olar. Ona görə 38 oldu 40. 39-a baxırıq. Avtomatik qurğu 26 hərfdən ibarət ingilis əlifbasının böyük və kiçik hərflərindən və 16-lıq say sisteminin simvollarından ibarət əlifba tərtib etdi. Görə indi belə bir əlifba tərtib edilsə, burada bir dənə hərfin həcmi nə qədər olacaq? Deməli, 26 hərf, 26 böyük hərf, 26 kiçik hərf. 16-lıq say sisteminin simvolları nələrdir? 0-dan 9-a kimi, bir də A, B, C, D, Y, F. Artıq bu hərflər zaten 26 dənə böyük ingilis əlifbasının böyük hərflərin içərisində vardı, elə deyil. A, B, C, D, Y, F zaten orada var. Yəni, 16-lıq say sisteminin bu 6 dənə simvolunu artıq nəzərə almayacağım. Çünki bunlar 26 hərf ingilis əlifbasının 26 böyük hərfinin içində var. Mən 0-dan 9-a kimi olanları nəzərə alacağım. Deməli, 16-dan çıxdıq. Deməli, 6-sına qaldı 10 dənə də simvol oradan. 26, 26, 52, 52 üstə gəl 10 oldu 62 simvol. Deməli, 62 müxtəlif simvol var. Bu 62 müxtəlif simvolu kodlaşdırmaq üçün biz düşünürük bu 2-nin hansı qüvvətinə yaxındır. Bu 64-ə yaxındır. O da nə deməkdir? 2 üstü 6 deməkdir. Deməli, bu əlifbada, bu cür tərtib olmuş əlifbada bir dənə hərfin həcmi 6 bitdir. 6 bit. Aha. Deyir, bu əlifbanın köməyi ilə 128 səhifə, yəni 2 üstü 7 səhifə, 256 simvol, yəni 2 üstü 8 simvol. Bir nə dedik ki, simvolun həcmi oldu 6 bit, kodlaşdırılıb. Bu bizim küyümüzdür. Sənədimizin həcmidir. Deyir ki, sürətimiz 212 bit böl saniyə olarsa zaman tapın. T də bərabərdir onda küyünü bölürük V-yə. Bura eləyir 215. 215 ilə 212 gedir. Burada qalır 2 üstü 3, yəni 8. 8-i də 6-ya vuranda olur 48 saniyə. Burada çox diqqətli olmaq lazımdır. 48 saniyə. 39 oldu, 48. 40-cı suala baxırıq. 40-cı sualda mən verilənləri əvvəlcədən yazdım ki, sonra baş ağrısı olmasın, çox uzamasın test izahı. Bütün verilənləri yazdıq.
Bizdən riyaziyyat and fizikanı istəyir. Yəni riyaziyyat və fizikanın kəsişməsini. Riyaziyyat və fizikanın kəsişməsi deməli bizdə burdadır. Riyaziyyat və fizika bizim əsas axtardığımız deməli budur. Riyaziyyat kəsişir fizika ilə. Bura. Biz bunu axtarırıq. İndi baxaq görək digərlərinin hamısı bizdə varmı? Yoxdursa, baxaq nəyimiz yoxdur. Hər üçünün deməli birləşməsi bizdə var. Budur. Tək riyaziyyatın qiyməti var. Tək fizikanın qiyməti var. Tək informatikanın qiyməti var. Sonra riyaziyyat və informatikanın kəsişməsi var. Buradadır. Sonra bizdə yoxdur. İnformatika və fizikanın kəsişməsi yoxdur. Bir də bu üçünün kəsişməsi yoxdur. Onda bizdə amma bunların birləşməsi var. Baxın, riyaziyyat və informatika və fizikanın birləşməsi var. Onda biz gedək, birləşmə düsturuna yola çıxaraq bunu tapaq. Bunu tapandan sonra da bunu tapmağa yardımcı olacaq. Deməli, n dedik ki, biz informatika və fizikanı axtarıq. N informatika birləşir fizika ilə bərabərdir. N informatika üstəgəl n fizika çıxılsın bunların kəsişmələri. İnformatika kəsişir fizika ilə. İndi bizdə nə var? Yerinə qoyuruq, hesablayırıq. Deməli, bizdə informatika və fizikanın birləşməsi verilib 690. Bərabərdir. Tək informatika 400-dür. Tək fizika 290-dır. Çıxılsın informatika və fizikanın kəsişməyi. Deməli, bura eləyir 690. 690 bərabərdir. 690 çıxılsın n informatika və fizikanın kəsişməsi. Aydındır ki, burada deməli, nə olub? Deməli, informatika və fizikanın kəsişməsi 0-dır. 690 çıx 610 0 eləyəcək. Deməli, bizdə n informatika və fizikanın kəsişməsi oldu 0. Əgər informatika və fizikanın kəsişməsi 0-dırsa, avtomatik olaraq riyaziyyat, fizika və informatika üçünün də kəsişməsi bizə 0 verəcək. Onda belə çıxır ki, n deməli, riyaziyyat kəsişir fizika, kəsişir informatika, bu da avtomatik bizə 0 verəcək. Oldu 0. İndi qalanlarını yerinə qoyuruq. Ümumi düsturumuzdan gəlib riyaziyyat və fizikanın kəsişməsini tapırıq. Deməli, hər üçünün birləşməsi bizə verilib. Hər üçünün birləşməsi 1150-dir. 1000 deməli 1050-dir. 1050 bərabərdir. Tək riyaziyyat 700. Tək deməli fizika 290. Tək informatika 400. Çıxılsın. Elə biz axtarırıq bunu. Riyaziyyat kəsişir fizika ilə. Çıxılsın riyaziyyat və informatikanın kəsişməsi var idi bizdə 250. Çıxılsın. Sonra biz tapdıq ki, informatika fizikanın kəsişməsi 0-dır. Avtomatik olaraq onların üçünün də kəsişməsi olacaq 0. Deməli, çıxılsın 250, çıx 0, üstəgəl 0. Sonra burada deməli nə baş verir? Sıfırlar heç. Nələr var burada? Bu 290-dan 250-nə çıxanda qalacaq 40. Düzdür? Bu 700-lə də 400 toplayırıq, eləyir 1100. Burada da 40. 1100-lə də 40 nə oldu? Daha doğrusu 700-lə 400 oldu. Deməli, 700-lə 400 oldu 1100. 1100-ün də üstünə gəldik. Buradakı bu 40-ı oldu 1140. Düzdür? Çıxılsın n riyaziyyat kəsişir fizika ilə. Deməli, riyaziyyatla fizikanın kəsişmədə nə qədər olacaq? 1140-dan çıxacaq 1050-ni. Belə çıxır ki, riyaziyyat kəsişir fizika ilə. Nə qədər qalır? Deməli, 90 qalır. Düzdür? Deməli, cavabımız oldu 90. 40-cı cavabı. Deyir ki, bu sorğuların nəticəsində axtarış servisinin internetdə tapdığı səhifələrin sayı verilib. Bizdən soruşur Mingəçevir and Lənkəran, yəni Mingəçevir və Lənkəranın kəsişməsini. İndi baxaq bizə nələr verilib. Mən buradan başlayacağım. Deyir ki, Mingəçevir and Lənkəran and Şirvan. Bu nə deməkdir? Bu üçünün də kəsişdiyi nöqtə deməkdir. Bu üçünün də kəsişdiyi nöqtə hardadır? Hansı hissədə eylər Venn diaqramında? Burada elə deyil. Buranı 50 veriblər. Bura 50-dir. Sonra Mingəçevir və Şirvan. Mingəçevir və Şirvanın kəsişdiyi yer buradır. Bura nə qədərdir? Burada 300-dür. Mingəçevir and Şirvan. Mingəçevir and Şirvan oldu deməli bura. Üstünə qırmızı nə gələcəm? Bura. Mingəçevir and Lənkəran. Mingəçevir and Lənkəran oldu bura. Və orada deyir ki, mən bunları belə birləşdirirəm. Artıq bunların birləşməsində deyir ki, ümumi 700-dür.
Bu qırmızı elədiyim yer ümumi 700-dür. Məndən sadəcə Mingəçevir and Lənkəran sorğusunu istəyir. Yəni sırf sadəcə buranı istəyir ki, nə qədər olar. Deməli, Mingəçevir and Lənkəran nə qədər olar? Nəyə fikir verməliyik burada? Burada ümumi 700-dür. Düzdür? 700 çıxılsın 300 eləyəcək nə qədər? 400. Düzdürmü? Ancaq Mingəçevir və Lənkəran olanlar, axı bax bu 50-dən də içində həm Mingəçevir, həm Lənkəran var. Yəni həm Mingəçevir, həm də Lənkəran bu 50-nin də içərisində daxildir. Ona görə buradakı 50 dənə səhifəni tapıb çıxardacaq bizim üçün. Yəni 400 dənə buradan aldıq. Dedi ki, bura ilə bu 300 ilə bunun birləşməsi 700 eləyib. Deməli tək bura 400-dür. Buranın da içərisində Mingəçevir və Lənkəran olduğu üçün bu hissədə. Bu 400-ün də üzərinə həmin 50-ni gəlirik. Cavab olur 450. 41 oldu 450. Baxırıq. Verilənləri yazdıq. Hər üçünün də birləşmə düsturundan istifadə edərək bu kəsişməni tapacağıq. Deməli, düsturumuz necə oldu? En, kür, birləşir samurla, o da birləşir arazla. Bərabərdir. Təkcə kür, üstəgəl, təkcə samur, üstəgəl, təkcə araz. Çıxılsın. Bir dəfə kürlə samurun kəsişməsi. Bir dəfə kürlə arazın kəsişməsi. Kür, araz kəsişməsi. Bir dəfə çıxılsın. Deməli, kürlə araz, kürlə samur. Burada A olmalıydı. Bir dəfə də arazla kürün, yox, arazla kür dedik. Nə qaldı? Samurla arazın kəsişməsi. Samur kəsişir arazla. Və üstə gəlinsin bunların hər üçünün kəsişməsi. Deməli, samur kəsişir araz, kəsişir kür. Biz elə bunu axtarırıq. Bunu axtarırıq elə. Bütün verilənləri yerinə qoyuruq, hesablayıb tapırıq. Deməli, bunların hər üçünün birləşməsini bizə veriblər 285. 285 bərabərdir. Tək kür 170-dir. Tək samur 80-dir. Tək araz 90-dır. Çıxılsın. Kürlə samurun kəsişməsi 30-dur. Kürlə arazın deməli kəsişməsi 20-dir. Samurla arazınki 10-dur. Üstəgəl en deməli S kəsişir araz, kəsişir kür. 285 bərabərdir. Hesablayaq. Deməli bura olur 340. 340-dan da 60-dan çıxanda deməli bura oldu 285 bərabərdir. 340, 340-dan da bura oldu 60. 340-dan da 60-dan çıxanda qalır nə? 280. 280, 340-dan 60-dan çıxanda 280 üstəgəl en, samur, araz, kür. Deməli, samur, araz və kürün kəsişməsi oldu nə qədər? 285 çıxılsın 280, o da oldu 5. Deməli, 42-ci testin cavabı oldu 5. 43-ə baxırıq. Bizdən qraf, or ağac, or diqrafı istəyir. Yəni, en, deməli, qraf birləşir ağacla, birləşir diqrafla. İndi biz bu düsturu yazaq ki, bunu tapmaq üçün nə etməliyik? Bunu tapmaq üçün biz en qraf, üstəgəl en ağac, üstəgəl en diaqraf, çıxılsın, ağacla diaqrafın kəsişməsi, çıxılsın, bu kəsişmədir, çıxılsın, ağacla qrafın kəsişməsi, çıxılsın, ağacla, daha doğrusu qrafla diqrafın kəsişməsi və üstə gəlinsin bunların hər üçünün kəsişməsi. Burada indi biz bir şeyə fikir verməliyik ki, burada qrafla diqrafın kəsişməsi sıfırdır. Onda belə çıxır ki, bu sıfırdır. Belə çıxır ki, onların üçünün də kəsişməsi sıfır olacaq. Əgər ikisinin kəsişməsi sıfırdırsa, artıq üçünün də kəsişməsi sıfır olacaq. Deməli, artıq buradan bu tərəf bizə lazım deyil. Burada olan qiymətləri yerinə qoyuruq. Qraf, ağac və diqrafın birləşməsini tapırıq. Deməli, bizdə tək qrafımız nə oldu? Tək qraf oldu 90. Tək ağac oldu 83. Sonra diqraf oldu 62. Ağacla diqrafın kəsişməsi oldu 15. Ağacla qrafın kəsişməsi oldu 20. Bu qədər. Deməli, 90, 83, 260, 90, 83, 62 neçə edir? Deməli, 5,
9-dan 8, 17, 17-dən də 6, 235. Burada da eləyir 35. 235-dən də 35-dən çıxanda qaldı 200. Deməli, 43-cü testin sual cavabı bu qışqırıq sədaları altında oldu 200. 44-ə baxırıq. Məlumdur ki, cəmi 240 MB məlumat ötürülüb. Vaxtın ilk yarısında ötürülmə sürəti bu qədər olub. Deməli, vaxtın ilk yarısı isə gəlin 2-də 1 T götürək. 2-də 1 T-ni vurublar 221 bitə. Bir dəfə bu qədər ötürülüb. Qalan vaxt yenə 2-də 1 T-ni bir dəfə də vurublar 3 vurulsun 221 bitə. Və burada hər ikisində göndərilən, ötürülən ümumi məlumat 240 MB olub. Deməli, bu 2-ni 2-də 221-ə vuranda olacaq 220 T. Belə yazdım ki, daha aydın olsun. Bu 2-də 1 də yenə vuranda burada olacaq 3 vurulsun 220 T. Bərabərdir 240 MB. Bərabərliyimizin sol tərəfi bitdi bizdə. Sağ tərəfi megabaytdır. Ona görə deməli, gəlin 220-ni çıxardıram mötərizənin çölünə. Burada nə qalır? T üstəgəl 3T qalır. Bu da bərabərdir 240 MB. Sonra 240 MB-dır, bu tərəfimizdə bitdi. Onda bu 240 MB-da vuraq 223-ə ki, bitə keçmiş olsun. Burada T üstəgəl 3T aldıq 4T bərabərdir. Bu 240 vurulsun 223-ü bölürük buradakı 220-yə. Nə qalır burada? 23-lə 20 gedir. 2 üstü 3 yəni 8 qalır. T də bərabərdir. 240 vurulsun 8 bölünsün 4. Vurub böyüdüb böyük qiymətlər almaq lazım deyil. 4 ilə 8 ixtisar gedir. Burada qalır 2. 240-ı da 2-yə vuranda alırıq 0, 8, 4, 480. Bu olur 480 saniyə. Biz tapdığımız saniyədir. Bunu da dəqiqə çevirmək üçün bölürük 60-a. 48-də 6-ya böləndə 8. 8 dəqiqə. Deməli, 44 oldu 8 dəqiqə. 45-ə baxırıq. 45-də bütün verilənləri yazdım. Bizə diaqramı istəyir. Bütün verilənləri yazdım və düsturumuzu yazdıq. Dedik ki, 3 dənə üçlü olanda birləşmənin düsturu necə olur? Ayrı-ayrı elementlər toplayırıq, çıxılsın. Hər bir elementin digərindən kəsişməsi, ən sonda üstə gəlinsin hər üçünün kəsişməsini. Görə bizdə nələr var? Var olanları yerinə qoyuruq. Üçün də kəsişməsi bizdə var. Bu bizdə var. 83. 83 bərabərdir. N qraf 35-dir. Üstə gəl. N deməli sxem 48-dir. Üstə gəl. N diaqram axtarırıq onsuz da. Çıxılsın. Qrafla deməli sxemin kəsişməsi. Qrafla sxemin kəsişməsi 30-dur. Çıxılsın. Diaqramla sxemin kəsişməsi 10-dur. Çıxılsın. Diaqramla qrafın kəsişməsi 0-dır. Dedik ki, əgər ikisinin kəsişməsi 0-dırsa, yəni hər hansı ikisinin, deməli 3-ün də kəsişməsi 0 olacaq. Bu da artıq 0 eləyir. Üstə gəl 0. 83 bərabərdir. 35, 48 neçə eləyir? 35 ilə 48 deməli 3, 83 eləyir. 83-ün də 40-ına çıxanda 43 olur. 43 üstə gəl N diaqraf. Deməli, belə çıxır ki, bizim diaqrafımız 83 çıxılsın 43, 40-dır. Tək deməli, diaqram olan səhifələrin sayı oldu 40. 45-in cavabı oldu 40. 46-ya baxırıq. Yol hərəkəti qaydalarının pozulmasının avtomatik qeydə alınması üçün qurğu 214 rəng palitrasından istifadə etməklə 2048x512 piksel ölçülü rəngli fotoşəkillər çəkilir. Bir dənə fotoşəklin həcmini tapaq. Əgər 214 rəng palitrasına kodlaşdırılıbsa, deməli burada 14 bitdir. Bir pikselin həcmi. 2048 211 deməkdir. 211-i vururuq 209-a, yəni 512-yə və vururuq 14 bitə. Biraz qısa yazaq. Olacaq 220 vurulsun 14 bit. Bu bizim bir dənə fotoşəklimizin həcmidir. Bir fotoşəklimizin həcmidir. Şəkillər kameranın yaddaşına saxlanılır. Bir neçə paketlər şəklində qruplaşdırılır və sonra bu sürətlə verilənlərin emalı mərkəzinə ötürülür. Deməli, şəkillər yığılır paketlərə və bir neçə də paket birləşir, göndərilir. Deyir ki, bir paketin ötürülməsi üçün 63 saniyə tələb olunursa, bir paketdəki şəkillərin sayı neçədir? Deməli, bir paketin ötürülməsi üçün 63 saniyə lazımdır. T bərabərdir 63-ə. Və paketlər göndəriləndə belə göndərilir. Bu sürətlə göndərilir. Sürət bərabərdir 3 vurulsun 222. Yəni, bu zamanda bir dənə paketin saniyəsi budursa və sürətdə budursa, bir dənə paketin həcmi nə qədər olacaq?
Deməli, bir dənə Q yazıram bura. Bu paketimizin həcmidir. 63 vurulsun 3 vurulsun 222. Bu bir dənə paketin həcmidir. Əgər bir dənə paketin həcmi budursa və bizim də bir dənə foto şəklimizin həcmi budursa, bir dənə paketdə nə qədər foto şəkli olar? Necə taparıq? Bir paketin həcmini bölərik bir foto şəklin həcminə. Düzdür? İxtisar aparaq. 222 ilə 220 gedir. Burada qalır 202, yəni 4. Sonra bu 14 ilə 63 aparaq. 14 7-yə bölünür, qalır 2. 63 də 7-yə bölünür, qalır 9. Bu 2 ilə də bu 4 aparaq. Burada qalsın 2. Nə qaldı? 9 vur 3, 27, 27 vur 2, 54. Deməli, bir paketdəki şəkillərin sayı 54 dənədir. 46 oldu 54. Deməli, simsiz ötürmə vasitələrdir. Simsiz ötürmə vasitələrinə aiddir nələr? Mikrodalğalar, bir də radio siqnallara aiddir. Simli ötürmə isə optik lifli kabel və koaksial kabel. Deməli, 1-ə gəldi AY, 2-yə gəldi BC, 47. Bu qədər uşaqlar. Məncə 47 testi görə biraz uzun oldu. Bacardığım qədər geniş izah verməyə çalışdım ki, tam aydın olsun, tam anlaşıqlı olsun. Əgər video işinizə yaradısa, bəyənməyi və rəy bildirməyi unutmayın. Əgər nəsə səhvə yol vermişəmsə ki, ola bilər, mütləq rəylərdə qeyd eləyin. Hamınıza uğurlar, Allah zehin açıqlığı versin. Sağ olun.